Ya Allah, başlayaq. Deməli, cismin sürətinin zamandan asılılığı verilibdir. Bizə deyir ki, gedilən yolu tapın. Biz də bilirik ki, S bərabərdir VT-dir və əgər hasil varsa sahə var. Burada 4 saniyədə qrafikin altında qalan fiqurun sahəsini tapırıq. S fiqur, bu da 5 vurulsun 4, düz bucaqlı olduğuna görə en uzunluğuna vururuq. Eləyəcək 20 metr. Sonra keçdim 14-ə. Burada da polad kürə sözü var. O zaman F asılıdır R üstündə 4-lə. Bu da hardan gəlir? Axı bilirik ki, F bərabərdir J, M1, M2 bölünsün R kvadratıdır. Və polad kürə görən kimi harda M varsa üstü yerinə rho V yazılır. Rho, V-nin də yerinə 3/4 Pierre kubu. Aha, deməli burada M-lərin yerinə bu ifadəni yazsam, yuxarıda R kubu eləyir R üstündə 6, aşağıda da R üstündə 4. Bunlar gedəndən sonra daha doğrusu aşağıda da R kvadratı gedəndən sonra qalır R üstündə 4. Deməli, F R'in üstündə 4 ilə asılıdır. İndi əgər radius R'dən R bölü 2-yə gəldisə, deməli, radius 2 dəfə azalır. Onda F necə dəyişər? F bölünsün 16 olar. Düzdürmü? Onun üstündə 4 ilə asıldı axı. Üstü 4 ilə asıldı belə. Digər tərəfdən 15-ci sualımız deyir ki, modulca bərabər qüvvələrdən hansının O nöqtəsindən nəzərən momenti 0-a bərabərdir? Hansı ki dayaq nöqtəsindən keçir, o uzadırsınız qüvvələri. Hansı ki dayaq nöqtəsindən, yəni O nöqtəsindən keçir, o 0-a bərabərdir. Məsələn, F5 uzatsam belə, F1-i belə, F3-ü belə. Amma F2 belə uzatsaq, gələr O-dan keçər. Deməli, F2-nin modulu 0-a bərabər olar momenti. Sonra keçdim 15-ə. Və deyir, avtomobilin mühərriki sönəndən sonra. Məsəl üçün, maşındır, maşın gedir və mühərriki söndürdülər. Artıq bu zaman nə edir maşını? Gedir, dayanır. Yəni, sürəti get-gedə azalır. Sürəti azalırsa, bu yavaşlayan hərəkəti və burada deyir ki, sürtünmə qüvvəsi sabitdir. Yəni, nəzərə alırsan sürtünmə qüvvəsinə. Bu zaman yavaşlayan hərəkətdir, sürət azalır və eyni zamanda impuls da azalmış olur debəndi. Cisim şaqilə aşağı istiqamətdə hərəkəti zamanı ağırlıq qüvvəsinin gördüyü işi. Ağırlıq qüvvəsinin gördüyü iş bilirik ki, MGH-dır. İndi gəlin baxaq görək, müsbət MGH yoxsa mənfi MGH. Deyir ki, aşağı istiqamətdə. Aşağı gəlir V sürətindən aşağı və bilirik ki, ağırlıq qüvvəsi də hər zaman cismin mərkəzindən aşağıya doğru tətbiq olunur. Deməli, sürət aşağı, qüvvə aşağı bu zamanda müsbət olar, eyni istiqamətdə olduğuna görə MGH. 14-cü sualda sərbəst harmonik mexaniki rəqslərdə zamana görə dəyişən kəmiyyət hansıdır? Tam enerji dəyişməz, amplitud dəyişməz, tezlikli perioddur. Bunlar dəyişməz, yer dəyişmə dəyişər. 15-ci sualda da sürət dəyişər. Yer dəyişmə də sürəti, bunlar zamana görə dəyişir. Daha sonra 15-ci sualda hansı hadisələr maddələrin atomar quruluşa malik olduğunu sübut edir? Deməli, bütün cisimlərin yerə cəzb olunması, bu artıq böyük kütləli cisimlərin yerə cəzb olunmasından söhbət gedir. Cisimlərin istidən genişlənməsi və bərk cisimlərin bölünməsi. 2 və 3-dür ki, bunları yəni istidən genişlənmədir, bölünməsi də artıq atomar quruluşa əsasən biz bunu öyrənirik də. Yəni bunların daxili quruluşunu nəzərə alaraq öyrənirik. Yəni 2-3 A bəndi olar. 16-cı sualda yenə burada da atomar quruluşa malik olduğunu təsdiq edər. Buxarlanma, iyin yayılması, sərbəst düşmə